din ağılla olsaydı, məhz ayağın üstünə. Bəli, Orada ağıl sözü işlər, yoxsa rəy sözü işlər? rəylə olsaydı. Və bəzi rivayətlərə gəlib ki, ağılla olsaydı. Ağılla olsaydı. Yəni insan ayağının altı batır da. Din onu necə Yəni din ağılla deyil, din dəlillədir. Dəlillə. ağıla zidd deyil də din. Yox. Sadəcə ağıl dinə tabedir. Din ən ağıllıdır. Yəni ağıllar dinə tabedir, din ağıllara yox. Aydındır? İslam dini ağılı küçümsəmir, lakin ağılı tabe olunan deyil, tabe olan yaradıb. Tabe olunan kitab və sünnədir, Allah və Rasuludur. Tabe olunan isə, tabe olan isə ağıllardır. Allah ona görə deyir ki, onlar ki, cəhənnəm əhli, o da gələcəklər. Allah deyir ki, ələm yətikum rusul, sizə rasullar gəlmədi. Dedilər, bəli, gəldi, lakin biz yalan saydıq. Ləv kunnə nəsmə'u əv nəqilu, biz eşitsəydi və ağlımız kəssəydi, mə kunnə fi ashabi səyir. Biz o dəhlindən olmazdıq. Onlar deyirlər ki, eşitsəydi, eşidirdilər. Amma iman etmədiklərini eşitməmək saydılar. Ağlımız kəssəydi, ağılları kəsirdi. İman etməməyi ağılsızlıq saydılar. Ona görə düzgün ağıl imandır. İman yoxdursa ağıl səfehdir. Aydındır? Ona görə şəriət ağlı müstəqil yaratmayıb. Ağıllar müxtəlifdir, şəriət isə birdir. Bəli. Biz deyəndə ki, məsəl üçün təkfirçilər, cahilləri təkfir edəndə onların namusun, malın, canın halal verir. Onlar dəlil gətirirlər. Onda siz getdiniz hansısa bir kafir ölkə və ya Rusiya. Siz onda oradakı Rusları, Xristian olanların malın, canın, namusun deyil, halal verirsiniz. Yəni onlarla bizim nə fərqimiz var, necə olur? Yəni Xristian kafirdir. Deyirsiniz onun kafirdirsə, onun namusunu, malını, canını halal görürsünüz. Yəni bizə o iddia verir. Yəni əgərlərin, məsələn biz erməniləri kafir görürük, xristianlardılar. Hə, döyüş oldu, onların malı, qanı da bizə halaldır, elhamdülillah. Bizimlə onların fərqimiz O başqadır ki, biz gedirik onların ölkəsinə. Orada əhd olur bizim ölkənin onların arasında və onlar gəlir bizim ölkəmizə, bizimlə onların arasında əhd var. Onlarda bir zimmə var. Peyğəmbər əsasən deyir ki, zimmə əhlini və ya əhd əhlini, yəni gəlib bura əhdlə, viza ilə müəyyən vaxtda bizim dövlətdən icazə alıb. Kim onu öldürsə cənnətin içində dadmayacaq. Bu başqadır. Bu başqadır. Amma yəni necə ki oldu, elhamdülillah, Allah Taala prezidentimizi qorusun, ölkəmizi, həmçinin əsgərlərimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun. Biz onları halal gördük, bəli. Döyüşdük, elhamdülillah, necə lazımdır. Orada halallaşmadı. Dost onların qanı malı halal idi. Sadəcə olaraq döyüş oldu, elhamdülillah. Amma müsəlmanlar, müsəlmanlar döyüş də olsa qanları malları halal deyil. Onlardan qənimət götürülmür falan. Bizim iddiamız olar doğrudur. Onlar yəni buradakı təkfirçilərin malın canını halal görürlər. Çünki buranın hərb diyarı. Onlar deyirlər görmürük, amma onların dedikləri onu gərəkdirir. Hərb diyarı görünür, məcbur görünür. Hərb diyarı görənlər hə də. Hərb diyarı görənlər hə. Onlar müxtəlifdir, hamısı elə demir. Biz təkfirçi elə danışır ki, yer qoyurlar ki, mən belə demək istəmirdim. Mən belə deyim, bugündən elədir də, nə deyirsən, deyir, mən elə demək istəmirdim, qəsdim başqaydı. Yaxşı ki, bir qəsd var, yıxırıq onun üstünə. Bir cinlər də yıxırıq olan üstünə. Bir də qəsd. Yaxşı, sonra? Məzəmmət olunan mübahisədə hansına baxıyorsunuz? Bidət əhlindən görə qardaşlar arasında olmaz mübahisə. Bidət əhlindən mübahisə eləyərlərsə, ehtiyac varsa və əmir sahibi icazə verirsə. Yəni, o görə İbn Abbas radiyallahu gedib xavariclərlə mübahisə eləyəndə gəldi əlidən icazə aldı radiyallahu da. İcazə aldı da icazə verir. İcazə verməsə də getməyəcəkdir. Birinci, mübahisə eləyən mübahisənin əhli olmalıdır. İkinci, ona icazə verməlidir. Yəni, mübahisənin əhli olmaq lazımdır. Sən mübahisə eləmək sənə elə belə gəlməz. Yəni, məsələn, bu günlərim tutaq ki, burada bir qardaş mənə bir dənə sual verdi və mövzu biraz mübahisəli bir mövzuya çevirdi. Mən deməyəcəm ona, qardaş, dində mübahisə eləmək olmaz, saxla. Amma bir nəfər məsəl üstündansa bir bidət firqəsi içəri girsə ki, qardaş, istəyən sənə bir 15 dəqiqə bir dənə mübahisə eləyək. Yox. Yox. Aydındır. O demək deyil, mübahisə eləyə bilmərik. Lakin qadağadır bizə, icazəli deyil. Mübahisə eləmək olar, əgər hakim desə ki, sən hazırlaş, sən gedəsən mübahisə eləməyə, filan mövzuda, filan. Onda o zaman mübahisə eləyən hazırlaşır və
ona hüccət çatdırmaq üçün, dəlil çatdırmaq üçün. Bəli, bu böyük məsələdir. Bəli. Axı ticarətdən sual oldu. Bəli. Ticarətdə bir mal var, üzümdür. Bu üzümün orta bazar qiyməti var, 2 manat. Bəli. Mən bunu satıram, adamına qiymət qoymuram. Qiymət qoymuram, məsələ. Məsələn, qardaş gəlir, mən onun qardaşı 1 manat verirəm. Verə bilərsən. Amma mən 2 manat, məsələn, o gəlir bir nəfər, xoşum bilmir, incim eləmirəm. Mən 2 manat verirəm. Yəni malın qiyməti 2 manatdır, üstədə 1 manat versən, eyb etməz. Eyb etməz. Eyb etməz. Yəni qardaş demək istəyir ki, yəni istədiyim klientə istədiyim qiymətə satır. Yox, istədiyim klientə istədiyim bir qiymət yox, amma məsələn mal 3 manatdır qiyməti, belə 3 manata satırsınız. Lakin indi əmioğlu gəlir, xaloğlu gəlir və dost gəlir. Məsələn 3 kilo gəlir 3 manatdan 9 manat, sən 6 manat verərsən. Allah xoşuna. Eyb etməz. Məsəl üçün axı məsələn elə bir adam var ki, gəlir nisiyə aparır, görürsən ki, aparır, yəni pulunu vaxtında gətirib vermir, yəni incidir. O gələndə spesial ona baha deyə bilərsən. Ki almasın. Hətta yəni ya alma ya da alırsan bu qiymət alır, çünki aparır gətirmir. Onsuz da bu baha da alsa deyəcək. Sən alarsan, Gətirməyəcək. Amma yəni Ya yəni onsuz da deyəsən məsələn 1 manatlıq mal deyəsən 3 manata, deyəcək 2 kilo ver. Verəsən onsuz yenə gətirməyəcək. Yəni o ya vermə ya belə. Bəs lazım deyil. Bəli. Yalnız etibarlı birisinə və sənə yol göstərəcəksə. Hamıya yox. Necə heç xeyir yuxular da hamıya danışma. O qədər paxıllar var ki, həsədkarlar var ki, yaxşı yuxu görərsən deyirlər, başlayarsan gözü dəyər və həsəd edir, paxıllıq edir. yaxşı yuxu deyəndə nəyə nəzər olur? Yaxşı yuxu məsələn görsən ki, həcc edirsən, Kəbədəsən və Peyğəmbər sallallahu əleyhi və səlləm görürsən, bir xeyir əməl üzərində, ibadət üzərində olursan. Yaxşı əməl yəni belə. Hatta Yusuf Peyğəmbərin atası da qoymadı, o yuxunu yeyib qardaşlarına. Bəli, bəli. Çünki həsəd edərdilər. Bəli. Belə qoymadı. La taqsus ru'yaka ala ikhwatika fayakidu lak. Keydə qardaşlarına gəlib danışma, sənə hilə qurarlar. İşte danışmadı qurdular ha. Danışsaydı nə olardı? Bəli. Hardan bilirsən ki, yuxuda gördün Peyğəmbər sallallahu əleyhi və səlləm? Onun Peyğəmbərin vəsifləri var, şəmailləri var. Peyğəmbər sallallahu əleyhi və səlləm saqqalı, saçı, boyu, bədəninin həcmi, yəni kürəyinin eni, əli, rəngi, saqqalının rəngi, saqqalındakı ağ saçların rəngi, sayı təqribən ha tərəfində idi, üzünün çənə tərəfində idi və s. və ilə axır varid olub. Üzü necə idi, başı təqribən o cür o vəsiflərlə təqribən elm əhlindən soruşarsansa deyir ki, hə, inşallah ki odur. Bəli. Çünki şeytan Peyğəmbər sallallahu əleyhi və səlləmin cildinə girə bilmir. Bir də görsən cahillər olur, təzə adam olur, yəni məsələn dəvət edəndə, məsələn dəvət edirsən, birliyinə də yəni elə bir elmimiz yoxdur, məsələn bildiyimizdən la ilahe illallah gətirsən, çatdırsan ki ona. Görsən elə olur ki, yəni əsası olmayan rəvayətlər olur da, məsəl üçün sənədi olmayan rəvayətlər olur, hansı ki görsən onu dəvətdə ona təkan verəsidir ki, qarşılayır. Məsələn elə rəvayətlərdən məsələn bilsən danışmaq olarmı? Yəni Peyğəmbər qardaş ki, dəvət zamanı, yəni zəif və ya uydurma şeylərdən istifadə etmək olarmı? Yəni nağıl yəni olar əslində. Nağıl nəql sözündəndir, nəql etmək deməkdir. Yəni nağıl etmək, yəni bir olmuş bir şey danışmaqdır. Yəni nəql etmək olar, amma yəni uydurmadsa, Peyğəmbər adına və ya zəifdirsə, dinən ki, deyə bilərsən ki, öz sözün kimi və ya gözəl bir söz kimi deyə bilərsən. Peyğəmbərə nisbət eləmə. Spesifik gördünüz, bəyək mən zəif hədis dedim. Dedim zəif hədisdir. Mənə borcdur onu demək. Ki, deyəcəm, amma hədis zəifdir. Hədisin sənədi zəifdir. Lakin mənası səhihdir deyənə, orada heç bir, yəni o sözlərin hamısını bir hədisdə cəm eləmək olmasa da, o sözlər hamısı başqa-başqa hədislərə cəm olur. O hədis ki, oxudum sizə. O hədis bəli, bir hədisdə belə gəlməyib. Amma ayrı hədislərdə bunlar hamısı var. Ona görə, yəni belə. Amma yəni bu hədisi Peyğəmbərə nisbət eləmir. Bu hədis şansı olan Peyğəmbər. Lakin gözəl söz olduğuna görə və sözlərin hamısı şəriətə müxalif olmadığına görə eyb etməz deyəsən, hədisin zəifliyin bəyan eləməyinə. Bəli. Heç kim gəlib sənə deyəməz ki, niyə zəif hədis danışırsan?
Aydındır? Və yaxud da belə bir şey, məsəl üçün bir qardaş görsən ki, dəvət edir, yəni bildiyindən danışır. Bu vaxtda məsəl üçün başqa qardaşlar görsən, həmişə bildiyini, yəni eyni şeyləri təkrar edir. Məsəl üçün hardasa təzə cahil olanda və yaxud da nəsə belə. Başqa qardaşlar da görürsən ki, yəni buna qulaq asırlar və qulaq asanda öyle bezirlər, nəsə belə bir şey. Başlayırlar hərəsi öz aralarında, məsəl üçün qabağındakı təzə adamı bu dəvət edir. Orada başlayırlar öz aralarında başlayırlar söhbət etməyə. İçimizdə olan qardaşlar, məsəl üçün. Belə bir qardaşlara məsələn. Yəni əgər bir qardaş məsələn dəvət edirsə birini bildiyindən, məsələn məclisdə olanlar da qoşulsunlar ora. Qoşulsunlar öz sakit durmaqları ilə. Sanki onlar da dinləyirlər, maraqlıdır. Ona görə qardaşlar, ədəblərdən biri bilirsiniz nədir? Yəni tələbənin, müəlliminin qabağında olan ədəblərindən birisi nədir? Müəllimə sual verildikdə, tələbə o sualın cavabını bilsə belə, müəllimə elə qulaq asmalıdır ki, güya birinci səfərdə qulaq asır. Güya bilmir bu, elə qulaq asmalıdır. Ondan hiss eləməlidir ki, bu tələb eləyir onu və o zaman elə bir ki, o şeyx, o alim öz xəzinəsinin qapısını açır. Elə məlumatlar verir ki, sən heç onu bilmirdin. Amma görsə ki, elə aparsan ki, hə şeyx o var, hə bu da var. Görürsən, belə bilən söylüdür. Başlayır qısaltmağa. Ona görə varsa bir adam danışırsa bildiyindən sakit dur, eyb etməz. Və gör məsləhətdirsə orada əlavə eləməyə, bəlkə sənin də bildiyin bir şey var, hər dildə bir hikmət var. Eyb etməz, olar bir şey deyin və üzr istəyirəm sözümü kəsirəm. Məsələn, belə bir ayə də var. Belə iştirak edin bir-birinizə. Amma o biraz danışır orada, bu biraz danışır burada, biraz belə bərəkət də olmaz. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem Allahın zikr olunduğu məclisə sükunət nazil olacağını deyib. Bəli. İmkan vermirsə, əgər danışan... İmkan vermirsə, qardaşlar, bir nəfər onu gətirir, orada çay içir, yapar yemək. Dəvət məqamında onu şeyləmirsən, çağırmırsan, o məqama qoymursan onu. Yəni belə tabiri caizsə biraz zərər verir də dəvət. O məqam üçün. Ola bilər yaxşı qardaş da. Məsələn var yaxşı qardaş da, amma yaxşı tələbə deyil. Ola bilər. Yaxşı qardaşdır, get onunla dünyanın o başına kimi səni tək qoymaz, mərddir. Amma məsələn bəzi şeylər olmur. Hamıda hər birimizdə bir naqislik var. Heç nə olmaz inşallah. O da qardaşımızın naqis yeridir. Yəni onu gözəl şəkildə dəf eləmək lazımdır. Ona yoxsa belə yox, gözəl şəkildə dəf eləmək lazımdır. İnşallah ki, xeyr Allahdan deyib davam eləmək lazım. Ona məsələ deyəndə ki, məhəssində gözəl şəkildə qardaş, məsələn, o nəfər məclisə olan adam var, sən kirmirsən, danışırsan belə, qıraqda desən daha yaxşıdır. Yəni, çəkib qıra demək ki, o da sıra qarşı biraz şeydir ki, sən ağlını çıxırsan, nə çıxırsan belə, başlayır şey demir. Ağıllı çıxmır. Sadəcə olaraq məclisin ədəblərində bir nəfər danışır, o birisilər qulaq asır. Sonra bir nəfər danışır, o birisilər qulaq asır. Məclisin ədəbləri budur. Yəni məclisin ədəbi nədir? Məsələn, hərdən görürsünüz, məsələn, evdə bir şey olur, məsələn, evdə bir ağsaqqal olur. 2-3 nəfər danışanda hirslənirlər onlar. Çünki məclisin ədəbi pozulur. Bir nəfər danışır, qulaq asır, bir nəfər danışır, o birisi qulaq asır, belə hamının fikri aydın olur. Amma 2 nəfər danışsa bir də artıq fikir dağılır, hələ bir şey danışır. Aydındır. Yəni bu ədəblərdəndir, elhamdülillah, ədəblərdəndir. Gözəl olar. Gözəl olar. Bəli. Gözəl olar. Eyb etməz. Eyb etməz. Qaş bəllidir hardan başlayır, hardan qutar. İki qaşının ortası, burnunun yuxarı hissəsi qaşdan sayılır. O hardan başlayır, öz daha yaxşı bilir. İnsan örfü bilir. Yəni insan bilir, onlar onu bilirlər. Onlardan yaxşı bilən yox. Bir də belə bərbərə gedəndə, saqqal düzəltirsən, saçsa düzəltəndə deyir ki, məsələn, qaşda uzun tük. Eyb etməz, qaşda uzun tük varsa qayçı ilə belə götürsə eyb etməz. Bəli. Amma dartıb qopartmaq olmaz da. Hətta dartıb qopartmaq barədə qadağa bilmirəm. Hətta. Amma kəsmək daha məsləhətdir. Əhlə. Qanuna elçi gəlirsə, məsələn, oğlanın atası razıdır, qadınları göndərir, qızın atası razıdır. Yəni, bu özü kəndin sayılır. Ya.
O elandır. Elandır və başlanacaqdır. Elandır ki, məsələn, Əhmədin məsəl üçün də qızına Mahmudun oğlu elçi düşüb. Bu bir elandır ki, hər iki tərəf razı olub. Xitbə olub, yəni məclis olub. Amma aqd olunmayıb da, yəni əqd bağlanmayıb hələ. Bəli. Ət bağlanana qədər o bəhrəm sayılır. Bəli, sayılır. Sonra əgər sual yoxdursa, Allah razı olsun. Allah süfrənizi bol eləsin. Qapınızda həmişə xeyir əhl olsun. Allah razı olsun. Və sallallahu aleyhi və Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. Allah razı olsun. Sağ ol, qurtarmayıb belə. Allah razı olsun. Sağ ol, Allah razı olsun. Çox sağ ol.